Biz uğursuz tipini, yəni uğursuz kölgəsini təhlil etməyə başlayırıq. Bir dəfə xatırladım, uğursuz bu kök kölgədir. Və məncə bizim əvvəlki müzakirələrdən sonra sizə artıq aydındır ki, bu kölgə çoxlarında var. Hətta hamıda var, sadəcə dərəcəsi fərqlidir. Məsələ nədədir? İnsanın içində bir qorxu var. Biabır olacağım, alınmayacaq, rüsvay olacağım qorxusu. Bu his bütün insanlarda var, həm böyük işlər görənlərdə, həm də heç etməyənlərdə. Sadəcə fərq ondadır ki, bəziləri bu hisslə yaşaya bilir. Onlar özlərinə deyirlər, bəli, bəlkə də biabır olacağım, olsun da nə olacaq ki o? Biabır olacağım da. Onlar qorxudan qaçmırlar, onu qəbul edirlər. Digərləri isə bu hissdən o qədər qorxurlar ki, bütün ömürlərini ondan qaçmaqla keçirirlər. Onlar elə yaşayırlar ki, əsas məqsəd birdən biabır olaram hissini yaşamamaqdır. Və bax, buradan başlayır uğursuz kölgəsinin yaranması, uğursuzluq. Hazırsınızsa, indi keçirik növbəti mərhələyə, uğursuz kölgəsinin tiplərinə. Gəlin, indi birinci də uğursuz kölgəsini aydın şəkildə izah edək. Bizdə uğursuz kölgəsinin 3 variantı var və birincisi istəklərlə imkanların toqquşmasıdır. Birinci, istəklərlə imkanların toqquşması. Nə deməkdir bu? Bu vəziyyəti ki, istəyirəm, amma, bax, bu ammanın başlandığı yerdə kölgə doğulur. Məsələn, maşın almaq istəyirəm, amma pulum yoxdur. Biznes qurmaq istəyirəm, amma inanım və biliklərim çatmır. Bahalı geyimlər geymək istəyirəm, amma imkanım yoxdur. Yəni, istək var, amma imkan yoxdur. Bu, birbaşa uğursuz kölgəsinin ilk tipidir. Arzu ilə reallıq arasındakı münaqişədir. Bu tipin əsas xüsusiyyəti bəhanə. Bu kölgədə insanın ilk reaksiyası bəhanə olur. Bəli, bu açıq şəkildə bəhanədir, amma çox zaman özümüzə çox ağıllı səbəb kimi təqdim edirik, səbəb götürürük yəni. Məsələn, pulum yoxdur, uşaqlarım var, ona görə biznes edə bilmirəm, biznes etmirəm, çünki mənlik deyil, bilmirəm. Baxın, insan sualı belə qoymur, niyə mən qazanmıram? Niyə bu istiqamətdə addım atmıram? Yox, o dərhal özünə rahat bəhanə tapır və salam. Bu sanki özünü dərinlikdən qoruma mexanizmidir. Niyə dərinliyə getmirik? Çünki dərinlikdə ağrı var, orada cavablar var. Mən qorxuram, özümə inanmıram, risk etmək istəmirəm və bu cavablarla üzləşmək istəmirik. Ona görə də beynimiz dərhal ağıllı bəhanə yaradır. Uşaqlar var, vaxt yoxdur, pul çatmır, bu dövrdə biznes açmaq mümkün deyil. Beləcə insan öz kölgəsinin dərinliyinə enmək əvəzinə səthə dolanır və səthdə olanda dəyişiklik olmur. Sadəcə eyni ammalarla illərlə yaşayırsan. Tapşırıq, öz istək imkan toqquşmalarını yazın. Yəni, nələri istəyirsiniz və orada hansı amma sizi saxlayır. Məsələn, istəyirəm, amma. Bu cümlələr kölgənin xəritəsidir. Onları görmək artıq yarı yoldur. Yəni, insan öz problemlərinin dərin səbəblərinə baxmır, sadəcə üzərində gəzib dolanır. Məsələn, bir adam deyir, mən biznes qurmaq istəyirəm, amma pulum yoxdur. Bu səthə qalan fikirdir. O özünə belə sual vermir. Niyə mənim hələ də pulum yoxdur? Niyə mən qazanmıram? Niyə qorxuram bu addımı atmaqdan? Əgər bu sualları versəydi, artıq dərinliyə enmiş olardı. Yəni, kök səbəbi tapmağa yaxınlaşardı. Qorxu, inamsızlıq, tənbəllik ya da uğursuz olacağım qorxusu. Amma səthə dolanmaq nədir? Bu, eyni ilə belə görünür. Eyni bəhanələri təkrarlamaq. Pulum yoxdur, vaxtım yoxdur, uşaqlar var. Heç nə dəyişmədən illərlə eyni dairədə fırlanmaq. Özünə rahat yalan danışmaq, hələ vaxtı deyil, biraz sonra başlayaram. Nəticə belə də necə olur? Səthə qalan insan dəyişmir, çünki öz dərin həqiqətinə baxmaqdan qaçır. Bu səbəbdən eyni ammalarla illərlə yaşamaq deməkdir. Hər dəfə istəyirəm, amma deyib həmin ammanın arxasında gizlənmək. İkinci məqam çox vacibdir. Burada rəqabət hissi var. Uğursuz insanların birinci tip uğursuz insanlarda belə bir daxili qayda olur. Əgər mən ən yaxşı olmayacaqsa, heç başlamıram. Əgər birinci yer mənim olmayacaqsa, mənə lazım deyil. Tanış səslənir, elə deyilmi? Bu tip uğursuzlar kimlər olur? Bunlar çox vaxt arxa planda qalan insanlardır. Bu, hər yerdə bir addım geridə. Direktor deyil, müavindir, lider deyil, köməkçidir. Komandada heç vaxt birinci deyil, həmişə ikincidir. Həyat boyu bu ikinci rol onları belə addım izləyir. Hətta yarışlarda, müsabiqələrdə belə yenə birinci deyil, ikinci yerdədir. Niyə belə olur? Çünki bu tip insan daxildə artıq əvvəlcədən uduzmuş vəziyyətdə yaşayır. O hələ başlamadan özünü məğlub kimi hiss edir, istəyir, amma bu istəyin qarşısını öz qorxusu və müqayisəsi kəsir. Ən maraqlı isə bu tip insanlar arzusunu imkanına uyğunlaşdırır. Yəni belə düşünür, yəni bu qədər bacarıramsa, yəni bu qədər imkanım var,
Elə bu səviyyədə də qoy istəyim olsun. Yəni istəklərimi imkanlarıma uyğunlaşdırmaq. İmkanım azdırsa, onda istəklərim böyüdürsə, yəni o istəklərimi kiçildirəm, imkanlarıma uyğunlaşdırıram. Yəni arzu imkanlara uyğunlaşdırılır, amma əslində doğru olan imkanları arzuya uyğunlaşdırmaqdır. Nəticə, belə insanlar özlərinə demədən və yaxud da özlərinin xəbəri olmadan belə bir qayda ilə yaşayırlar. Əgər mən parlamayacağamsa, heç işə qarışmayım və bunun nəticəsində həyatları boyunca ikinci qalırlar. Çünki qorxularına görə öz arzularını daraldırlar. Uğursuz insanın birinci tipi, özünü əvvəlcədən uduzmuş, sayan və arzularını imkanlarına tabe edən insandır. İndi təsəvvür edin, mən sizə deyəcəm. Bəzən ikinci olmaq uduzmaq deyil. Bəli, ən yaxşı olmamaq, birinci olmamaq da tamamilə normaldır. Çox vaxt ən yaxşı olmaq, hər kəsdən üstün olmaq istəyi arxasında böyük bir qorxu gizlənir. Birincilik qorxusu, məsuliyyət qorxusu, hamının qarşısında görünmək qorxusu, paradoksu gördünüz də, yəni. İnsan sanki zirvəyə qalxmaq istəyir, amma içində bir səs deyir. Birdən alınmazsa, birdən itirsən, birdən bu səviyyəni saxlaya bilməsən və nəticədə nə baş verir? Xaricdən baxanda insan irəli gedir, uğura can atır, amma daxilən o uğurdan qorxur. Birinci olmaq qorxuludur, ikinci olmaq təhlükəsizdir. Və bax, bu yerdə uğursuzun kölgəsi yaranır, uğursuzluq yaranır. İnsan daim uğura çox yaxındır, amma heç vaxt onun içində deyil. Həmişə kənarda sanki bir addım çatmır ki, o birinciliyə, o uğura yaxınlaşsın, içində olsun. İndi paralel olaraq sizə bir hekayə danışım bir insan haqqında. Bu insan uşaqlıqdan bir super gücü var bu insanın. O birinci olmadan qorxmur, hətta qorxmur yox. Birinci olmağı sevir, onu bu hiss həyəcanlandırır, ona xoşdur elə şeylər etmək, heç kim etməyib. Yeni ideyalar tapmaq, fərqli nələrsə yaratmaq, insanları təəccübləndirmək, öz yoluyla getmək onun həyat enerjisidir. Əgər hamı bir istiqamətə gedirsə, o mütləq əks istiqamətə gedəcək. Bu sadəcə xarakter deyil, bu onun dünyanı hiss etmə tərzidir. Bu hal onda hələ uşaqlıqdan var idi. Bütün uşaqlar bir şeyə qaçırdı, o isə başqa tərəfə, bu onun daxilindən gəlirdi, intuisiya kimi. Bir gün o bunu dərk etdi. Və özünə dedi ki, bu mənim zəif yerim yox, mənim super gücümdür. Mən bundan qorxmuram, mən bunu sevirəm və mən məhz buna güvənərək yaşamalıyam. İndi diqqət edin, çünki mən sizə bir sir açacağım. Bilirəm, siz sirləri sevirsiniz. Əgər bu dediyimi doğrudan da eşidib anlayacaqsınızsa, siz öz potensialınızdan özünüz də təəccüblənəcəksiniz. Sir sadədir. Edin o şeyi, hansını ki, başqaları edə bilmir. Yəni, mən bunu edə bilirəm, başqaları yox. Bu məndə var, onlarda yox. Budur sizin gücünüz və əgər siz bu gücü tanıyıb ona söykənsəniz, həyatda edə biləcəyiniz şeylər sizə heyran edəcək, özünüzü bilən. Və biz hamımızda və hər birimizdə yəni belə bir super güc var. Bu sir niyə biraz sərtdir? Çünki onun içində bir etiraf gizlidir. Mən nədənsə daha yaxşıyam. Bax, məqsəd məhz bu qorxudan çıxmaqdır. Burada siz artıq etiraf etməlisiniz ki, sizin içərinizdə nəsə var. Elə bir güc ki, onu inkar etmək mümkün deyil. O sadəcə var və nöqtə. Çünki o an ki, siz başqalarının edə bilmədiyini edirsiniz, bax, o an istənilən qapı sizə açılır. Ona görə deyirəm, tələsin, çıxarın o istedadlarınızı, özünüzlə birlikdə irəli aparın. Və bu sirrin əlavə şərhi budur. Bu bacarıqlarda deyil, hisslərdədir. Yəni bu sir, bu güc bacarıqlarda deyil, hisslərdədir. Yenidən deyirəm, bu bacarıq deyil. Yəni söhbət ondan getmir ki, kimsə daha yaxşı oxuyur, mən isə daha yaxşı hesabat hazırlayıram. Yox, söhbət hissdən gedir. O daxildəki mən bunu bacarıram hissindən, o hiss sizin əsl gücünüzdür. Bizim əsas məqsədimiz öz fərqliliyimizdən istifadə etməkdir. Baxın, izah edin. Biz illərlə persona ilə hərəkət edirik. Persona yəni balans. Persona nədir? Persona balans verici komponent kimidir. Yəni sizi cəmiyyətə, normallara uyğun saxlayır. Amma bizim işimiz fərqliliyi irəli aparmaqdır. İndi qayıdaq istək və imkanlar tipli uğursuzam. Bu tip insanda istək imkanlara uyğunlaşdırılır. Mən bunu istəyirəm, amma imkanlarım çatmır. Ona görə də istəyi dəyişirəm ya da geri çəkilirəm. Digər variant isə imkanlar istəyə uyğunlaşdırılır. Mən bunu istəyirəm və mən imkanları bu istəyimə uyğunlaşdırıram. Buradakı fərq gigantdır, sadəcə böyük, prinsipial fərqdir. Birinci yanaşma daima geri çəkilmək, qorxu, özünü məhdudlaşdırmaq, uğursuz hissini gücləndirir. İkinci yanaşma fərqlilikdən istifadə etmək, istəyi gerçəkləşdirmək, potensialı açmaq, öz gücünü göstərmək.
Sual: Niyə bu prinsipial fərq əhəmiyyətlidir, xüsusən də kölgələr kontekstində? Çünki kölgələrimiz gizlədilmiş, etiraf edilməmiş istəklərimizdir. Əgər biz daima imkanlara uyuruq, kölgələrimiz bastırılır, inkişaf etmir. Əgər biz imkanları istəyə uyğunlaşdırırıqsa, kölgələr görünür, biz onları işə qoşuruq və bu daxili gücü artırır. Yəni, əsas dərs: İstək və imkan arasında fərqi anlayın və imkanları istəyə uyğunlaşdırmaq üçün çalışın. Bu, kölgələrdən çıxış yoludur və fərqliliyinizi ortaya qoymaq üçün açardır. Baxın, burada əsas mövzu çərçivələrin olmaması və düşüncənin genişlənməsidir. Xatırlayırsınızsa, danışmışdıq ki, əgər biz həqiqətən fərqli nəticə əldə etmək istəyiriksə, sadəcə biraz daha yaxşı nəticə yox, biraz daha xoş bir nəticə yox, tamamilə fərqli, güclü fərq istəyiriksə, onda düşüncə tərzimizi də dəyişdirməliyik. Bu, həm həyat keyfiyyətində, həm pulda, həm ailədə, həm münasibətlərdə isə olmalıdır. İndi gəlin nümunəyə baxaq. İstəyini imkanlara uyğunlaşdırmaq. Bu adətən belə olur. Mənim bu qədər imkanım var və bu qədər də edəcəm. Başqa sözlə desək, çox istəyim var, amma imkanlarım bu qədərdir və bu qədər də iş görəcəm. Bu, uğursuz tipli yanaşmadır. İstək məhdudlaşdırılır, nəticə səthi qalır. İkinci nümunə, imkanları istəyə uyğunlaşdırmaq. Burada prinsip tamamilə fərqlidir. İstədiyin qədər istək qoyursan, imkanlar da bu istəyə uyğun gəlir. Mən nə qədər istəyirəmsə, o qədər edəcəm. Burada artıq düşüncə genişlənir, risk var, amma nəticə tamamilə fərqli səviyyədə olur. Mən nə qədər istəyirəmsə, o qədər edəcəm. Nəticə, birinci yanaşma, ikinci yer, yəni yetərlidir prinsipi, bu qədər varsa bu qədər yeyəcəm prinsipi də. Geri çəkilmədir, məhdud imkanlardır. İkinci yanaşma isə birinci yerdir, yəni direktor, lider, tam potensialı açmaqdır. Sadəcə anlayın ki, istək və imkanların əlaqəsi sizin həyat keyfiyyətinizi və uğur səviyyənizi müəyyən edir. İstəyinizi imkanlara uyğunlaşdırmaqla yox, imkanları istəyə uyğunlaşdırmaqla siz həqiqətən fərqli, böyük nəticə əldə edə bilərsiniz. Uğursuz insan təbii olaraq uğursuzluğa aparır. His baxımından uğursuzluq yaradır. Bəzən bu uğursuzluq faktiki uğursuzluq olmaya da bilər, yəni real nəticələr görünür, karyera, status var, amma daxili hisslərdə özündə insan özü uğursuzluq, boşluq və məmnuniyyətsizlik yaşayır. Yəni, əsas məsələ uğursuz tipi, his və daxili təcrübə baxımından uğursuzluğu doğur. Hətta xarici göstəricilər uğurlu olsa belə. Gəlin ssenariya nəzərdən keçirək. Biz başlayırıq birinci tip uğursuz, yəni arzu və imkanlar tipindən. Misalımız kim olsun? Olsun Fərid. Fəridin öz haqqında müəyyən bir təsəvvürü var. Personası belədir: məsuliyyətli, sərt, düzgün, nəzarətçi, çox ölçülü, nüfuzlu və güclü. Bu, onun başqaları ilə ünsiyyətdəki obrazıdır və eyni zamanda özü üçün xoş olan xüsusiyyətlərdir. Sıradakı şok kontent. Fəridin eqosu inanır ki, məhz bu xüsusiyyətlərlə uğur qazanacaq. Sərtliyi ilə, nəzarətçiliyi ilə, düzgünlüyü ilə, ölçü götürməyi ilə, nüfuzu ilə və güclü olmağı ilə. Ego deyir ki, bu şəkildə ol, ən yaxşısı budur, belə etsən uğur qazanacaqsan. Yəni, ego bizim maraqlarımızdan, hesablamalarımızdan və rahatlıq düşüncəmizdən hərəkət edir. Belə daha yaxşıdır, belə uğur qazanacaqsan. Real həyatda nümunə. Praktikada klassik hal. Bəzi insanlar xüsusilə işgüzar, sahibkar, daim özləri ilə rəqabət aparırlar və özləri ilə və digərləri ilə. Kim daha çox pul qazanacaq, kimin maşını daha bahalı olacaq, onlar bu qaydalarla yaşayırlar, sərt qaydalarla. Pul, status, xarici göstəricilər ön plandadır. Və Fərid də bu tip insanlardandır. Fərid bir gün ayılır və psixoloqa müraciət edir, o zamanki sağlamlığı artıq arxa plana keçir. Psixoloq ona izah edir ki, əsas deyir ki, kimin maşını bahalıdır və pulu çoxdur. Əsas budur ki, həm pul, həm də maşın var, amma sağlam, xoşbəxt və balanslı həyat yaşayırsan. Və birdən Fəridə dınqı olur ki, çatır ki,
daha doğrusu Fəridin uğur anlayışı genişlənir. O başa düşür ki, sadəcə pul və status deyil, həm də xoşbəxtlik, balans, öz istəklərimi başa düşmək, hesablaşmaq. Nəticəm, bəzən ego bizi dar bir çərçivəyə salır, belə etməlisən, uğur qazanacaqsan. Amma həqiqi uğur bütün komponentlərin balansı ilə gəlir. Pul, status, amma eyni zamanda sağlamlıq, xoşbəxtlik və şəxsi istəklərin reallaşması. Bu, arzu və imkanlar tipli uğursuzun transformasiyasıdır. Dar, ego, yönümlü uğur anlayışından çıxıb, həyatın geniş, balanslı və fərdi istəklərlə uyğun versiyasını yaratmaq. Nümunəm, Fərid və genişlənmiş uğur anlayışı. Fərid uğur anlayışını genişləndirməyə başladıqda və həmçinin xoşbəxtlik və həyat tərzini necə qurmaq istədiyini düşünməyə başladıqda bir məqam baş verir. Nə baş verir? O baş verir ki, ego genişlənir. Əvvəlcə ego dar düşünürdü. Belə düşünürdü ki, uğur sərt işləmək, hər şeyi idarə etmək, güclü olmaqdır. Fərid düşünməyə başladıqda ki, uğur və xoşbəxtlik daha çox komponent tələb edir. Yəni artıq təkcə pul və status deyil, həm də sakitlik, istirahət, sağlamlıq, balans önəmlidir. Bu halda ego genişlənir. Əsas məqam, ego ilə danışmaq mümkündür, ego ilə dil tapmaq mümkündür. Əvvəlki videolarda da qeyd etdim ki, ego ilə ünsiyyət qurmaq olar, onu dilə tutmaq olar, anlaşmaq olar, izah etmək olar ki, bax mən çox işlədim, düzdür, nəticə gördün, nəticə var. İndi isə istirahət edə bilərəm, dünyada dağılmayacaq. Eqanı inandırırsan ki, təkcə durmadan işləmək deyil, həm də istirahət etmək, zövq almaq, özünü balansda saxlamaq uğurun bir hissəsidir. Fəridin hekayəsi iki əsas komponent üzərində gedir. Ego ilə ünsiyyət, dil tapmaq və utancı idarə etmək. Egoya necə yanaşmaq lazımdır, necə dil tapmaq lazımdır. Eqanı yumşaq izah edərək, dialoq şəklində aparmaq lazımdır. Yəni, dilə tutmaq deyə bilərsiniz. Mən bax çox işlədim, nəticəm də oldu. İndi də istirahət edə bilərəm, dünyada dağılmayacaq. Egoya belə yanaşanda o genişlənir, yeni imkanlar görməyə başlayır. Amma sizdə utanç hissi oyananda, utancla elə bir ki, fərqli yanaşmadır. Utanç fərqli yanaşmanı tələb edir. Utancla savaşmaq lazımdır, sadəcə dil tapmaq kifayət etmir. Utancla belə danışırsan, mən çoxlu işləmişəm, nəticəm də var. İndi mən yatacam, dincələcəm. Utanca deyirsən ki, sən get öz işinin dalınca. Yəni, sağ ol komandası deyirsən. Sən utancı bir növ sındırmalısan, sərt yanaşmalısan. Burada nə baş verir? Fəridin inkişafı baş verir. Fəriddə inkişaf baş verir. Əvvəl Fərid uğursuz vəziyyətdə yaşayırdısa, daim başqaları ilə müqayisə edirdisə, o daha yaşlıdır, məndə nəysə çatışmır, pulum yoxdur, gücüm çatmır. Xatırladım ki, bu birinci tip uğursuzun davranışıdır da, müqayisə ilə yaşamaq. Sonra Fərid utancı tədricən aşmağa başlayır. Əvvəlcə istirahət etməyə görə utanç hissi var idi. Utanç biraz geri çəkildi. O ki, Fərid özünə icazə verdi istirahəti, dincəlməni. Sonra başqa situasiyalarda Fərid özünü utancla üzbəüz qoydu. Utanç yenə geri çəkildi. Bu proses təkrarlanır. Fərid özünə yeni bir reputasiya yaradır. Utancı aşmaq mümkündür reputasiyası, istirahət etmək olar, özünə tam icazə vermək olar reputasiyası. Əsas nəticə, ego ilə yumşaq dialoq nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, yeni imkanlar açılır. Utancla sərt üzləşməm nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, daxili maneələri aşırsan. Bu iki yanaşmanı birləşdirərək Fərid öz potensialını kəşf edir, rahatlaşır və həyatında balans yaradır. İndi yenidən uğursuz mövzusuna qayıdaq. Tutaq ki, Fəridin içində hələ də 3 əsas his qalır. Birincisi, mən istədiyimi əldə etmirəm. İkincisi, mən dəyərsizəm, heç kiməm. Üçüncüsü, məni görmürlər, məni qiymətləndirmirlər. İndi maraqlı sual. Fərid bu hissləri artıq inkişaf etmiş, evolyusiya mərhələsində necə yaşayacaq bu hissləri? Əvvəllər Fərid özünü başqaları ilə maddi ölçülərlə müqayisə edirdi. Onda bahalı maşın var, bəs məndə yoxdur, o çox qazanır, mən az qazanıram. Onun biznesi böyüyüb, mənim hələ yox. Bu, köhnə, səthi tip uğursuzluq idi. Yəni, uğur onun üçün bərabər idi, ancaq pul, status, maddi nəticə idi. Amma sonra Fərid biraz oyanır, dəyişir, şuuru böyüyür.
İndi o başqa cür müqayisə aparmağa başlayır. Artıq sual belə səslənir. Kim daha xoşbəxtdir, kim daha az streslə yaşayır, kim həyatdan zövq alır. Yəni müqayisə forması dəyişir, amma mexanizm eyni qalır. Özünü müqayisə etmə mexanizmi. Fərid hələ də özünü başqaları ilə müqayisə edir. Sadəcə kriteriyalar dəyişib, artıq söhbət pulla yox, daxili rahatlıqla, xoşbəxtliklə ölçülür. Bu mərhələdə olan insanları belə adlandırırlar. Evolyusiyaya uğramış uğursuz. Məhz buna görə də bu mərhələ belə adlanır. Evolyusiyaya uğramış uğursuz. O artıq maşın və pulla deyil, xoşbəxtlik və yüngüllüklə uduzur. Daxildə isə eyni his qalır. Mən hələ də kimdənsə geri qalmışam. Məndə nəyisə çatmır. Nəticə Fərid dəyişdi, böyüdü, ancaq mexanizm eyni qaldı. Özünü başqası ilə müqayisə etmə. Yəni təzə səviyyə, amma köhnə enerji. Sonra gəlir uğursuzluğun daha dərin tipi. Bu o zamandır ki, sən hiss edirsən, başqası səndən sadəcə fakt olaraq daha yaxşıdır. Nə pula görə, nə vəzifəyə görə, nə də kimdə neçə layıq var ona görə yox. Sadəcə daxildə belə hiss edirsən, o məndən daha yaxşıdır. Bu artıq yeni tip müqayisədir və mən niyə bu mövzuya gəlirəm? Çünki inkişaf gedir, amma uğursuzluq hissi yenə qalır. Çünki düşüncə dəyişir, amma mexanizm eyni olaraq qalır. Fəridin baxış bucağı genişlənir, o daha dərin, maraqlı, fərqli düşünməyə başlayır. Artıq özünü başqalarının maşını, evi ilə ölçmür. Onun üçün vacib olan şeylər dəyişir. Daxili halı, əhvalı, sağlamlığı, özü ilə təmasda qalmaq bacarığı və doğrudan da bəli, o indi daha rahat, daha arxayın, daha xoşbəxt yaşayır, amma yenə də özünü başqası ilə müqayisə edir. Niyə? Niyə belə şeylər baş verir? Çünki bu utancın işidir. Utanc səni daim yoxlamağa məcbur edir. Kimisə görürsən, başlayırsan yoxlamağa. Bəs mən necə? Onda belədir. Bəs məndə necədir? Məndə hər şey qaydasındadır. Mən ondan pis deyiləm ki. Utanc müqayisənin mühərrikidir. O müqayisə ilə yaşayır. O müqayisə ilə qidalanır. Və indi diqqət, çox vacibli məqam. Daha deyərdim, şok an. Əvvəl Fərid maşınlara, pula baxırdı. Bu persona səviyyəsindədir, yəni zahiri image. Sonra o daxili halları müqayisə etməyə başlayır. Bu ego səviyyəsindədir. Və bir məqam gəlir, o anda o hiss edir. Kiminsə varlığı, təbiəti məndən sadəcə daha yaxşıdır. Bu isə artıq utanc səviyyəsidir. İndi sual, bəs indi nə etməliyim? Axı o düz istiqamətdə gedir, artıq çox şey anlayır, inkişaf edir, dəyişir. Amma yenə də içində ağrı qalır. Bəzən hətta belə düşünür, əvvəllər yaşamaq asandı idi. Niyə mən bu qədər şey öyrəndim axı? Və içində geriyə dönmək istəyi yaranır, amma artıq mümkün deyil, çünki geriyə yol yoxdur, o sistem artıq işləmir. Bu yerdə çox insan ilişib qalır, daxildə sıxıntı, qarışıqlıq, yorğunluq, bu utancla ən sıx təmas nöqtəsidir. Persona, ego artıq arxada qalır, indi yalnız utanc var və sənə elə gəlir ki, heç nə kömək etmir. Və indi əsas dönüş. Bu uğursuz hissi ilə döyüşmək lazım deyil. Əksinə, utancın özü ilə danışmaq lazımdır, onunla yumuşaq, açıq şəkildə. Deyirsən, səni görürəm və deyirsən, mən fərqliyəm və bu normaldır. Mən təkrarsızam. Mən heç kim kimi olmağa məcbur deyiləm. Bütün bu işin mahiyyəti öz unikallığını dərk etməkdir. Öz xüsusiyyətlərini tapmaq, özünü müqayisə etməmək, sadəcə özünü tanımaqdır. Çünki gölgə səviyyəsində artıq müqayisə yoxdur. Orada yalnız unikallıq var, orada canlı enerji var, saf, yanan, cəzbedici, real enerji. Gölgə hər zaman çılpaqdır, maskasız, obrazsız, rolsuz. Orada yalnız çılpaq unikallığı var, çılpaq güc. Utancı necə qırmaq olar? Burada çox vacib bir fikir ortaya çıxır, utanc özünə. Mən hər cür ola bilərəm icazəsi verməklə aşılır. Mən hər cür ola bilərəm nə deməkdir? Bu sadəcə gözəl səslənən bir söz deyil. Bu daxili halda mən hər cür ola bilərəm, mənim hər cür təcrübəm ola bilər və onların hamısı dəyərlidir. Bu mərhələdə biz artıq yaxşı, pis, uğurlu, uğursuz kimi anlayışlardan çıxırıq, artıq etiketləmirik, artıq müqayisə etmirik. Bu necə baş verir? Persona səviyyəsində biz daim müqayisə edirik, kim daha yaxşı, kim daha pis. Gölgə səviyyəsində isə artıq bu anlayışlardan uzaqlaşırıq. Mən sadəcə varam və mənim hər cür olmağa haqqım var.
Burada biz özümüzü mühakimə etməyə dayandıraraq sadəcə olmağa icazə veririk. Özümüzə icazə veririk istirahət etməyə, səhv etməyə, sevinməyə, əsəbləşməyə, istəməyə, istəməməyə, mən özümə hər cür olmağa icazə verirəm. Demək, hazıram deməkdir. Hazıram hər təcrübəyə, hazıram hər nəticəyə, hazıram özümün hər halını görməyə. Mühakimə yox, görmək. Özünə icazə vermək, görmək deməkdir. Özünü görmək, duyğularını, reaksiyalarını, qorxularını, arzularını görmək və onları mühakimə etməmək. Sadəcə demək, bəli, bu da mənəm, o da mənəm, o birisi də mənəm. Qadağalar haqqında biz çox vaxt bunu fərq etmirik, amma içimizdə onlarla, minlərlə görünməz qadağa var. Biri özünə səhv etməyə qadağan edir, biri uğurlu olmağa, biri pul qazanmağa, biri sevilməyə, xoşbəxt olmağa, asudə yaşamağa biz çox şey özümüzə qadağa edirik. Mən özümə icazə verirəm nə deməkdir? Bu deməkdir ki, fəaliyyətə keçirəm, artıq düşünmürəm, plan qurmuram, gözləmirəm, sadəcə edirəm, adım atıram, cəhd edirəm, yaşayıram və nəticəyə görə özümü qınamıram. Özünə hər cür olmağa icazə vermək artıq özünlə mübarizəni dayandırmaqdır. Bu, özünə yaşamağa icazə verməkdir, hər cür həqiqi, canlı, real. Mən sizə bir söz deyim, aramızda elə insanlar var ki, özünü buraxmaqdan qorxur. Bu haqda artıq danışmışdıq. Harada çox utanc varsa, orada azadlıq qorxusu da çox olur. Utancın içində azadlıqdan qorxmaq gizlənib. Utancın içində azadlıqdan qorxmaq gizlənib. İnsana elə gəlir ki, özümü buraxsam nəsə dəhşətli bir şey baş verəcək. Sanki içində bir səs deyir, yox, olmaz, təhlükəlidir. Amma əslində hamımızın içində bir stop var. Kimisi ona vicdan deyir, kimisi moral, kimisi daxili tormoz. Və bu şey sizi saxlayacaq, narahat olmayın. Əgər sizdə bu daxili stop varsa, o işləyir. Yoxdursa, vallahi onsuz da heç nə saxlamayacaq sizi. Allah'ın qanunları var və insan qanunları var ki, öldürmək olmaz. Amma insanlar bir-birini öldürürlər hər gün. Bəs bu qanun onları saxlayırmı? Yox, əlbəttə ki. Yəni, bu daxili tormoz elə belə bir şey deyil. O varsa sizdə işləyir, o yoxdursa deməli sizdə heç bir şey işləmir. Ona görə də qorxmayın. Əgər siz indi öz üzərinizdə işləyirsinizsə, əgər sizdə hələ də olmazlar, ayıbdırlar, qorxular kimi qadağalar varsa, qorxuram kimi qadağalar varsa, deməli sizin içinizdə o stop var. O öz işini görür. Sadəcə indi siz o stopu qorxudan fərqləndirməyi öyrənirsiniz. Çünki azadlıq qorxusu bu əslində utancın başqa formasıdır. Uduzmuşluq hissi, yəni məndə alınmır, mən bacarıqsızam duyğusu əslində hardan yaranır? Bu his kölgə ilə person arasındakı müqayisədən yaranır. Daxildə sanki belə bir diyaloq gedir, mən əslində belə biriyəm, amma gərək belə olum. Və bu anda sanki öz-özümüzə uduzuruq. Çünki daxildə iki obraz toqquşur, bir tərəfdə mənim həqiqi halım, digər tərəfdə olmalı olduğum obraz. Biz Fəridlə bu prosesi addım-addım açanda o bir məqama çatır və deyir, mən unikalam, mən öz nəslimdə bir dənəyəm. Çox maraqlı bir haldır ki, insanlara sən unikalsan deyəndə çoxu dərhal etiraz edir. Nədə mən unikalam ki, tanış reaksiyadır, düzdür? Halbuki unikallıq bizə doğulduğumuz andan verilib, sadəcə fakt kimi verilib bizə. Doğulanandan başqa sənin kimi bir insan, sənin kimi, mənim kimi bir insan yoxdur və bu artıq kifayətdir məncə. Amma maraqlısı odur ki, biz verilən unikallıqla da mübarizə aparırıq. Bizə sanki Tanrı deyir, buyur götür, səndə bu var. Amma biz deyirik, yox, mən istəmirəm. Bax, belə qəribədim. Özümüzlə mübarizə aparırıq. Hətta o gözəlliklə də ki, artıq bizdə var. Sadəcə götürüb yaşamaq lazımdır. Bir moment gəlir, Fərid bunu hiss edir. Mən unikalam, mən bir dənəyəm, mən ümumiyyətlə müqayisəyə sığmıram və bu anda o anlayır ki, məni kimləsə müqayisə etmək mümkün deyil. Çünki mən çox mürəkkəbəm, çox dərinəm ki, özümü kimləsə ölçüm. Bu anlayış o qədər güclüdür ki, Fərid artıq personadan çıxır, yəni kiməsə oxşamalıyam, belə görünməliyəm tələbindən azad olur. Artıq o özünə doğru dərinləşir. Biz insanları yarışda müqayisə edə bilərik. Kim daha tez qaçdı, kim daha uzağa tullandı. Bu sürətin müqayisəsidir. Amma biz insanların özünü müqayisə edə bilmərik. Kim daha yaxşı insandır, kim daha pisdir, bu artıq tam başqa məsələdir. Yəqin ki, görürsünüz fərqi. Bu iki fərqli səviyyədir. Biri səthi, nəticə, temp, rəqabət, digəri isə dərin, insanın daxili mahiyyəti. Bu dərinlikdə artıq uduzdum və ya udmadım anlayışı yoxdur. Orada sadəcə mən varam, biz varıq. Yəni mən varam heç kimlə müqayisəsiz, dərin və tək. Burada da eyni məntiq işləyir. Mən müqayisəyə sığmıram, mən daha mürəkkəbəm, daha dərinəm. Məni kimləsə ölçmək mümkün deyil. Çünki mən özümü çox daha geniş görürəm.
Mən özümü çərçivələrdən kənarda görürəm. Gəlin bunu yadda saxlayaq. Mən müqayisə çərçivəsinə yerləşmirəm. Bu prinsip etibarilə mümkün deyil. Çünki təkrar edirəm, insanları müqayisə etmək mümkün deyil. Bəli, bacarıqları müqayisə etmək olar. Kim daha yaxşı yazır, kim daha yaxşı oxuyur, kim daha tez öyrənir. Amma insanı, onun şəxsiyyətini, mahiyyətini müqayisə etmək ümumiyyətlə mümkün deyil. Və bax, Fərid bu anda bunu dərk edir. O başa düşür ki, mən unikalam və mənimlə müqayisə edilə biləcək heç kim yoxdur. Bu dərk onu yeni bir axtarışa aparır, çox maraqlı bir axtarışa. Bu artıq kölgə ilə bağlı mərhələdir. Çünki yadınızdadırsa, mən əvvəlki videolarda danışmışam. Harada duyğu varsa, orada enerji var. Harada his varsa, orada güc var. Emosiyanın içində həmişə enerji yatır. Və indi diqqət edin, mən özünü unikallığımı qəbul etməyəndə hansı gücü inkar edirəm. Yəni, mən öz bənzərsizliyimi tanımayanda, öz içimdəki hansı enerjini, hansı güvəni sıxıram, boğuram. Bu artıq düşünmək üçün suallardır. Mən öz unikallığımı qəbul etməyəndə hansı gücü inkar edirəm? Yəni, mən öz bənzərsizliyimi tanımayanda, öz içimdəki hansı enerjini, hansı güvəni sıxıram, boğuram. Bu artıq düşünmək üçün sualdır. Dayanın bir anlıq və fikirləşin. Mən hansı gücü inkar edirəm? Öz təkliyimi və dəyərimi görməyərək. Məhz bu suallara cavab verəndə sənin bu yerdə sənin gizli xəzinən yatır. Fərid nümunəsinə davam edirik. Axı biz bu nümunəni uğursuzun kölgəsi mövzusunda araşdırırıq. Və Fəriddə bu kölgə çox güclü idi. Ondan qaçırdı, sanki içindəki uğursuzdan canını qurtarmağa çalışırdı. Amma nə qədər çox qaçırdısa, bir o qədər də həmin his onu izləyirdi. Amma bax, indi diqqət edin, biz başa düşürük ki, Fəridin içində bir super güc var. Hətta desək ki, bir istedad, bir doğuşdan verilən hədiyyə. Sual, uğursuzun kölgəsi çox güclü olan insanda hansı güc gizlidir? Özünü dəhşət uğursuz sanan, hiss edən insanda hansı güc gizlidir? Yəni, o insandakı ömür boyu mən uğursuzam fikrini daşıyır, amma yenə də durmadan hərəkət edir, nəsə sübut etməyə çalışır. Onda hansı qüvvə yatır? Fərid bir vaxtlar bütün diqqətini işə yönəltmişdi. O lider olmaq istəyirdi, özünü təsdiqləmək, önə çıxmaq, nəticə göstərmək istəyirdi. Amma içində bir dərin inamsızlıq vardı. Yox, mən bacarmaram, mən lider deyiləm. Bu inamsızlıq onu qəribə bir yola saldı. Fərid qərar verdi ki, əgər mən lider ola bilmirəmsə, onda mən başçı olacağam. Başçı da necə olur? Məni hörmət edəcəklər, məni dinləyəcəklər, mənim sözüm qanun olacaq. Beləcə o başladı insanları öz nüfuzu, tənqidi, sərtliyi ilə öz altına almağa, sındırmağa, əzməyə, mənim sözüm qanun olacaq kimi bir şeylər. Amma içindəki əsl istedadı təbii liderliyi boğurdu. Burada çox vacib fərq var. Lider o insandır ki, insanlar onun arxasınca könüllü gedirlər. Çünki o ruhlandırır, o yol açır. Başçı, vождь desə də, başçı isə insanları qorxu ilə arxasınca sürüyür, o insanları istəyinə qarşı dartır. Və Fərid də əslində lider olmaq istəyirdi, amma öz kölgəsində ilişib qaldığı üçün başçıya çevrildi. Yəni nəticə, Fəridin içindəki uğursuz deyə adlandırdığı his əslində onun liderlik gücünü gizlədirdi. Amma o bu gücü inkar etdiyi üçün bu enerji təzyiq şəklində idarə etmə, tənqid, dominasiya kimi çıxırdı. Diqqət yetirin buna, Fəridin içindəki uğursuz deyə adlandırdığı o his özünü uğursuz hiss edirdi. Əslində onun liderlik gücünü gizlədirdi. Buna akcent edin. Kölgə ona demək istirdi, sən liderlikdən qorxursan, amma sənin gücün elə oradadır. İçindəki o uğursuz hissi var idi, mən uğursuzam. Demək istirdi ki, sən liderlikdən qorxursan, amma sənin gücün elə buradadır. Bax, indi çox maraqlı məqam gəlir. Fəridin arxasınca insanlar gedirdi, bəli, amma qorxudan və razılaşın, bu çox incə, amma çox dərin fərqdir. İçində hiss edirsən ki, sən sevdikləri üçün yox, sənin qorxduqları üçün dinləyirlər. Başçının içində bu həmişə hiss olunur. O bilir ki, bu itaət nə heyranlıqdan, nə etimaddan, nə də sevgidən gəlmir. Və bu çox ağrılı bir hissdir. Lider isə təbiətən yüksəliş istəyir. O istəyir ki, insanlar yanında böyüsünlər, açılış tapsınlar. Amma Fərid özünə inanmadığı üçün liderliyi əvəzinə vəzifə oynayırdı. Direktor olmaq istəyirdi, amma qaldı müəvvin səviyyəsində. Həm vəzifədə, həm daxildə. Sanki həmişə bir addım geridə. Və biz burada nəyi görürük? Fərid liderliyinə inanmırdı, ona görə də başçı rolunda girmişdi. Və bu rolda özünü yenə də uğursuz kimi hiss edirdi, çünki bu onun əsl təbiəti deyildi. Amma bir an gəldi, o öz həqiqi gücünü gördü, başa düşdü ki, onun içində böyük qorxu var, məni rədd edəcəklər, mənim arxamca getməyəcəklər və bax, bu qorxudan o qərara gəlmişdi ki, əgər könüllü gəlmirlərsə, mən onları zorla aparacağam. Halbuki insanlar özləri onun arxasınca gedərdilər. Əgər o sadəcə öz dərinliyini, öz ruhunu, öz həqiqiliyini göstərsəydi.
Hiss edirik də nə qədər incə məsələdir. Burada biz kölgə, ego və utanc arasında olan əlaqəni görürük. Biz bu üçlü bir-birinə sıx bağlıdır. Ego qorumaq istəyir bizi. Utanc deyir, səni rədd edəcəklər, sənin arxanca getməyəcəklər. Kölgə isə deyir, amma sənin gücün məhz buradadır. Çünki özünü lider kimi qəbul etmək bu hər şeydən əvvəl reallığı qəbul etməkdir. Sadəcə fakt. Bu var, bu mövcuddur məndə və bundan qaçmaq mümkün deyil. Biz tez-tez bu iki tipi görürük. Vəzifə ilə oynayan başçı və daxildən gələn lider. Hər ikisi əslində eyni arzudan doğur. İstənilmək, sevilmək, heyran olunmaq, bu təbii istəkdir əlbəttə ki, insanın sevilmək, dəyərli hiss etməsi özünü. Bu onun təbiətinin bir hissəsidir. Bu bizim təbiətimizin bir hissəsidir. Amma baxın nə olur? İnsan bu istəyini tanımır, utanır, gizlədir, sanki bu ayıb bir şeydir. Ona görə də deyir, yox, mən heyranlıq istəmirəm, mən sadəcə işimi görürəm. Amma içində bir səs pıçıldayır, məni gör, məni fərq et, məni sev. Və bax, insan bu istəyi inkar etdikcə, öz həyatını da o kölgənin inkarı üzərində qurur. Biz bu barədə danışmışdıq, mən nəyisə çox istəyirəm, amma inanmıram ki, bu mümkündür. Onda nə olur? Mən bu arzunu sıxışdırıram, inkar edirəm və nəticədə özümü uğursuz kimi hiss etməyə başlayıram. Burada da eyni mexanizm işləyir. Fərid öz liderliyini, öz istəklərini qəbul etmədiyi üçün onun həyatı bir növ öz kölgəsinə qarşı mübarizə idi. Amma o anda o desə ki, bəli, mən liderəm, mən bunu istəmişəm, çünki bu mənim təbiətimdə var deyəndə hər şey yerinə düşür. Çünki özünü qəbul etmək, reallığı qəbul etməkdir və yalnız o zaman insan uğursuz deyil, bütöv olur. Mən indi ideal bir izah verəcəm. Daha sistemli şəkildə ifadə edəcəm, çatdıracam sizə. Birinci, daxili istək yaranır. Mən lider olmaq istəyirəm. Mən önə çıxmaq, arxamca gələnləri görmək istəyirəm. Bu təbii istəkdir, liderlik, yaradıcılıq, təsir göstərmə, bunlar insanın enerjisini hərəkətə gətirən qüvvələrdir. İkincisi, amma dərhal gələn qorxu, bəs ya mənə inanmasalar, bəs ya gülərlər, bəs ya deyərlər kimdir bu? Və iç səs pıçıldır, sən axı əslində biraz striyomlusan, sən bir təhərsən, sənə kim inanacaq ki? Diqqət yetirin, bu an utancın və qorxunun səhnəyə çıxma anıdır. Üçüncü, müdafiə mexanizmi. İnsan qorxudan qaçmaq üçün zorakılığa keçir. Yaxşı, onda mən elə edəcəm ki, məni məcburən dinləyəcəksən. Mən göstərəcəm ki, kim kimdir. Yəni artıq liderlik yox, hökmranlıq başlayır. Enerji sərbəst axmır, sıxılır və çevrilir nəzarətə, tənqidə, baskıya. Dördüncü, nəticə. Zorakılıqdan doğan liderlik boş formadır. İnsan özünü təsdiqləməyə çalışır, amma içində yenə də o səs. Mən axı yenə də uğursuzam. Yekun formula belədir. İstəkdən yaranan qorxu, qorxudan yaranan özünü təsdiqləmək, özünü təsdiqləməkdən yaranan nəzarət və zorakılıq, nəzarət və zorakılıqdan yaranan uğursuzluq hissi. Yəni yekun formula belədir. Yəni insan o qədər lider olmaq istəyir ki, bu istəyin özündən qorxur və bu qorxu onu liderliyə yox, hökmranlığa aparır. Amma paradoks ondadır ki, o sadəcə öz həqiqi istəklərini qəbul etsəydi, liderliyi özü-özündən baş verəcəkdir. Çünki o artıq içdən axan haldır, süni davranış deyil. Ümid edirəm ki, artıq o istəklərinizi bir qədər olsun belə anlamısınız. Hər birimizin içində mən ilahi qadınam, mən lideram, mən seçilmişəm kimi hiss var. Sadəcə məsələ burasındadır ki, biz bu tələbatı hansı formada ifadə edirik. Əgər biz başa düşməsək ki, öz kölgəmizə necə xidmət etmək, öz arzularımıza necə xidmət etmək, onda nəticədə yenə də özümüzü təsdiqləməyə, başqalarını idarə etməyə, kimisə məcbur etməyə başlayacağıq. Amma bu zaman biz kölgəmizi inteqrasiya etmirik, arzularımızı inteqrasiya etmirik, əksinə ondan qaçırıq və qaçdıqca da onu gücləndiririk. Belə bir ev tapşırığı, birinci, mən kölgəmi necə xidmət edirəm. Yəni, mən öz inkarımı həyat tərzimdə necə göstərirəm. Misal üçün, hansı davranışlarım, vərdişlərim bu inkarı dəstəkləyir. İkincisi, mən necə uyğunlaşıram. Misal, mən əslində lider olmaq istəyirəm, amma davranışım abuser kimidir. Yəni, liderlik enerjisindən qorxu, hökmdarlıq enerjisinə keçirəm. İdarə etmə, nəzarət və zorakılığa çevirirəm. Üçüncüsü, qaçış formam nədir? Bəzi insanlar deyir ki, mən hamıdan uzaqlaşdım, özümü qapatdım, özümə qapandım, sadəcə lider olmamaq üçün. Və sizin qaçış formulunuz nədir? Bu da kölgəni xidmət etməyin başqa formasıdır. Çünki sən öz gücündən qaçırsan. Əgər bu xidməti və inkarı həyatından çıxarsan, tamamilə başqa bir həyat başlayar. Başqa səviyyə, daha azad, parlaq, canlı,
Və bəli, bomba kimi həyat. Beləliklə, buradan Fəridin nümunəsindən çıxan əsas fikir kölgədən qaçmaq, kölgəni gücləndirməkdir, onu görmək, qəbul etmək, gücü özünə qaytarmaqdır. Bu, uğursuzun birinci tipi idi. Keçirik uğursuzun ikinci tipinə, konstitusiya tipi. Bu tipdəki uğursuz artıq qəribə, daha dərin bir daxili konfliktlə yaşayır. Burada söhbət sadəcə istəyirəm, amma imkan yoxdur deyil. Söhbət istəyirəm, amma olma səviyyəsindəki daxili qadağadan gedir. Nə deməkdir konstitusiya burada? Konstitusiya bu insana təlqin olunmuş, başqalarından ötürülmüş qaydalar, düşüncə formullarıdır. Yəni belə olmalısan, belə davranmaq lazımdır, başqa cür olmaz kimi sosial, ailəvi və ya mədəni təzyiqlər. Bunu belə yaza bilərsiniz. Təbiətim, mən kiməm yəni, mənim daxili gerçək, mahiyyətim və persona. Persona mənim cəmiyyət qarşısında olmalı olduğum obrazım. Konstitusiya tipi uğursuz, yəni ikinci tip, uğursuzun ikinci tipi, bu iki qüvvə arasında parçalanıb qalan insandır. Yəni mənim daxilim bir şey istəyir, amma mənə deyirlər ki, bu olmaz. Bu şuurla və şuuraltının konfliktidir. Yəni persona və kölgənin toqquşmasıdır. Əslində bütün uğursuzluq tipləri bu qarşıdurmadan yaranır. Sadəcə dərinlikləri fərqlidir. Fərqi sadə dildə desək, birinci tipdə konflikt belə idi. Mən maşın almaq istəyirəm, amma pulum yoxdur. Mən yaxşı təhsil istəyirəm, amma imkanım çatmır. Yəni istəyirəm, amma imkan yoxdur. İkinci tipdə isə belədir. Mən belə olmaq istəyirəm, amma olmaz. Bu artıq qadağadır, daxili senzura, özünü məhdudlaşdırmadır. Məsələn, qadın deyir, mən istəyirəm ailə olum, ailəli olum, xoşbəxt qadın olum, ərimin arxasında durum, evimlə məşğul olum, amma sonra gəlir daxildən bir səs. Amma bunu indi biraz, yəni belə eləsəm, ailə qursam, bu biraz geri qalmışlıq kimi səslənir. Axı indi qadınlar güclüdür, özləri qazanır, özləri öz ayaqları üstə dururlar. Və ya əksinə, mən uşaqsız yaşamaq istəyirəm, özüm üçün yaşamaq istəyirəm, amma içəridə dərhal cəmiyyətin səsi gəlir. Yox, olmaz. Uşaq doğmaq borcundur. Uşaq doğmaq qadının vəzifəsidir. Bax, budur ikinci tip uğursuzluğun klassik nümunəsi. İstəyirəm, amma olmaz. Sadə formula. Mən belə olmaq istəyirəm, amma gərək başqa cür olum. Məsələn, mən cazibədar olmaq istəyirəm, amma olmaz, çünki mənə fahişə deyərlər. Mən sərbəst olmaq istəyirəm, amma olmaz, məsuliyyətsiz deyərlər. Üç uğursuz tipin fərqi qısaca. Birincisi, birinci tip, istəyirəm amma imkan yoxdur. İstək və imkan arasında ziddiyyət, maddi səviyyə. İkinci tip, istəyirəm amma olmaz. Təbiət və cəmiyyət arasında ziddiyyət, daxili və sosial səviyyə. Üçüncü tip, mən fərqliyəm, məni anlamırlar. Bu artıq mən başqa cürəm, yəni unikallıq və normanın toqquşması. Üçüncü tip, uğursuz, mən onu, yəni inoyda fərqli olan. Bu tipdə insanın içində belə bir his yaranır. Mən nədənsə fərqliyəm, amma məni heç kim başa düşmür. Bu ayrılıq və uzaqlaşma hissidir. Sanki sən artıq bu cəmiyyətə aid deyilsən. Amma hələ o yeni okeana tam da girməmisən. Bir ayağın burada, bir ayağın orada. Yəni, keçid mərhələsindəsən. Artıq köhnə kimliyini tərk etmirsən, amma yenisinə hələ də qədəm qoymamısan. Buna görə də bu mərhələ çox vaxt ağrılıdır, çaşdırıcıdır və tənha hiss etdirir. Niyə bu qədər çətindir? Çünki sən artıq o köhnə şəxsiyyət deyilsən. Amma hələ tam formalaşmış yeni məndə deyilsən. Bir növ boşluq mərhələsidir. Sanki sən iki dünya arasında qalmısan, keçmişin səni buraxıb, gələcək hələ də qucaqlamayıb səni. Bu mərhələdə baş verən əsas daxili proses. Burada sonuncu keçid baş verir, utancdan çıxış və kölgənin qəbul mərhələsi. Bu artıq o andır ki, sən özünə deyirsən, bəli, mən fərqliyəm, mən unikalam, yəni bunu deyə bilirsən özünə və bundan utanmırsan. Burada utancın son mərhələsi sındırılır. Çünki utanc həmişə bizə deyirsən, fərqli olma, səni anlamayacaqlar. Amma sən bu mərhələdə deyirsən, mən fərqliyəm və bu mənim gücümdür. Yadda saxla, uğursuzluqdan çıxış yolu unikallıqdan keçir. Biz bunu Fəridin nümunəsində də gördük. O da əvvəlcə personadaydı, yəni maskadaydı. Mən necə görünməliyəm mərhələsində. Sonra egoda, sonra utancda ilişdi. Amma sonra da öz unikallığını dərk edəndə hər şey dəyişdi. Mən sadəcə fərqliyəm. Mən başqaları kimi deyiləm. Mənim yolum, mənim dərinliyim ayrıdır. Üçüncü mərhələnin mahiyyəti, yəni üçüncü tipin, uğursuz tipinin mahiyyəti. Bu artıq özünə qayıdış mərhələsidir. Burada sən öz fərqli tərəflərini tanıyırsan, onlara dəyər verirsən və onları gizlətmirsən. Bu mərhələ öz mahiyyətini tanımaq
özün kimi olmağa icazə verməkdir. Niyə bu daxili ziddiyyət yaradır? Mən belə adamam, amma məni başa düşmürlər. İnsanda elə bir mərhələ gəlir ki, o artıq öz fərqliliyini, başqalarına bənzəmədiyini hiss edir. Amma eyni zamanda da elə istəyir ki, bu fərqlilik olmasın. Yəni bir tərəfdən mən başqalarından fərqlənirəm deyir, o biri tərəfdən isə deyir ki, kaş ki bu fərq olmasaydı, mən də hamı kimi olardım deyə içində gizli bir arzu var. Çox vaxt üçüncü mərhələdə olan insanların, uğursuz olan insanların ağızlarının sözü belə olur. Məni başa düşmürlər, mən başqayam, mən əzab çəkirəm çünki mən fərqliyəm, yaxud mən əzab çəkirəm çünki onlar fərqlidirlər. Bu vəziyyətdə insan öz fərqliliyini dərk edir, amma onu qəbul etmir. Yəni fərqli olmağını hiss edir, amma onu sevə bilmir, onunla barışa bilmir. Halbuki unikallıq mərhələsində artıq tam başqa proses baş verir. İnsan həm öz fərdiliyini, öz xüsusiyyətlərini, öz orijinallığını qəbul edir, həm də başqalarının fərdiliyinə hörmət etməyə öyrənir. O artıq başa düşür ki, hər kəs özü kimidir, hər kəs öz yolundadır. Yəni qəbul başlayır, yəni qəbul yaranır. Mən belə olduğum üçün normalam, onlar da özləri olduğu üçün normaldırlar. İndi baxın, bunlar məni başa düşmürlər, əzabının kökü nədədir? Belə çıxır ki, əgər məni başa düşmürlərsə, deməli məni qəbul etmirlər. Və mən bunu etiraf etməliyəm ki, bəli, məni başa düşmürlər, deməli məni qəbul etmirlər. Əgər sən özünü ayrılmış, kəsilmiş, digərlərindən uzaq hiss edirsənsə, böyük ehtimalla onlar da sənin yanında eyni hissi yaşayırlar. Yəni sən nə qədər məni anlamırlar desən də, onlar da içlərində bu adam bizi anlamır deyə düşünürlər. Uğursuzluğun üçüncü tipində, bu mərhələdə insanlar çox vaxt əsəbi, qıcıqlı, aqressiv olurlar. Hər şey bezdirir, hər şey əsəbləşdirir. Bu mərhələ hər şey bəsdir artıq dedizdirir. Çünki bu keçid mərhələsidir. Köhnə şəxsiyyət artıq dağılır, yenisi hələn formalaşmayıb. Ona görə də bu mərhələ çox ağır və sancılı keçir. Çox adam burada illərlə, hətta ömürlü ilişib qalır. Bu da o məşhur tiplərdən doğur. O deyir, непризнанный geni, dahi amma qəbul olunmamış, anlaşılmayan insan obrazı. Belə insanlar öz içlərində deyirlər, mən əslində dahiyəm, mən superam, sadəcə hamı axmaqdır, məni qiymətləndirmirlər. Amma əslində məsələ çox sadədir. Əgər səni başa düşmürlərsə, sən də başqalarını başa düşmürsən. Yəni bu bir tərəfli deyil, başa düşülməmək, həm də özün başqalarını anlamamaq deməkdir. Bu mərhələ əslində özünlə sülh bağlamağın astanasıdır. İnsan öz fərdiliyini qəbul etdikcə içindəki gərginlik azalır. O zaman başa düşürsən, məni başa düşmürlər deyə əzab çəkməyə dəymir. Çünki hər kəs öz yolunda gedir və mən də öz yolumdayam. Bir daha, niyə məni başa düşmürlər? Mən başqayım hissi bu qədər ağrılı olur. İnsan artıq öz fərdiliyini hiss edir, fərqliliyini hiss edir, amma hələ onu tam qəbul etməyib. İçindəki sanki iki səs var. Birinci səs deyir, hamı kimi ol, onda səni qəbul edərlər. O birisi səs isə deyir, özün ol, yoxsa ölərsən. Köhnə mənlə yeni mənin toqquşduğu andır. Yeni mən deyir ki, özün ol, çünki yalnız o zaman həqiqətən yaşayırsan. Köhnə mən isə deyir ki, bütünlükdə qəbul olunmaq üçün başqalarına oxşamalısan, hamı kimi olmalısan bir sözlə. Bu iki səs arasında qalan insan bölünür, o artıq hamı kimi ola bilmir. Amma tam özü kimi də hələ yaşaya bilmir. Ona görə də içində boşluq, tənha qalmaq, sanki dünyadan qopmaq hissi yaranır. Amma dönüş nöqtəsi buradadır. İnsan öz unikallığını qəbul etdikdə içində bir yumşaqlıq yaranır. Artıq demir, onlar axmaqdır, mən dahi əksinə başqalarının da fərqliliyini görür və hörmət etməyi öyrənir. Onda qıcıq, əsəb, nifrət çəkilir, yerinə sakit güvən gəlir, artıq müqayisə yoxdur. Bir daha, əgər məni başa düşmürlərsə, demək məni qəbul etmirlər. Amma bunun arxasında bir daha dərin həqiqət dayanır. Əgər mən özümü qəbul etməmişəmsə, başqaları da məni qəbul edə bilməz. Bu artıq ruhun böyümə mərhələsidir, məni başa düşmürlər. Bu cəza deyil, bu sadəcə yeni mənin doğulma ağrısıdır. Öz unikallığını qəbul etmək elə bil uzun illər bağlı qalmış qanadlarını açmaq kimidir. Uçmaq qorxuludur, amma artıq yerimək mümkün deyil. Özünə məxsusluğunu qəbul etmək, bu o an deməkdir ki, sən artıq özünü yaxşı, pis, daha yaxşı, daha pis kimi meyarlarla ölçmürsən. Bu artıq müqayisə oyunundan çıxmaq deməkdir. İnsan o andan etibarən başqalarını müqayisə eləmir, mühakimə etmir, sadəcə görür, kim necədirsə elə də qəbul edir. Niyə biz kölgə ilə işləyirik? Səbəb də budur ki,
Çünki özünə məxsusluğunu qəbul eləmək üçün gərək əvvəlcə öz içində gizlətdiyin, bəyənmədiyin, utanıb danmış olduğun tərəfləri görüb qəbul eləyəsən. Və bu həm də başqalarında səni əsəbləşdirən tərəfləri qəbul etmək deməkdir. Və bax bu an əsl çevrilmə başlayır. Səni əvvəl təbiəti yüngül qadınlar, insanlar qıcıqlandırırdısa, indi sən başa düşürsən ki, onlarda elə bir azadlıq var ki, sən özünə onu qadağan eləmisən illərlə. Səni boş verənlər əsəbləşdirirdisə, yəni pafigistlər, indi anlayırsan ki, onlarda elə bir yüngünlük, rahatlıq var ki, sən ondan uzaq düşmüsən. Bax, bu şuurun dönmə nöqtəsidir. Artıq sən özündən heç bir hissəni kəsmirsən, heç bir tərəfini ayıb, qeyri-düzgün saymırsan. Və bu anda bəli, qorxu gəlir, çünki sən artıq köhnə məndən çıxırsan, yeni mən hələ formalaşır. Aradakı boşluq, o keçid səni titrədir. Amma bax, bu titrəmə, bu qorxu kvant sıçrayışıdır. Bu o andır ki, ruh ilk dəfə həqiqi azadlığı hiss edir. Bəli, biraz qorxuludur, amma eyni zamanda çox canlı, çox realdır. Özünə məxsusluğunu qəbul etmək bu an o deməkdir ki, sən artıq yaxşı, pis, daha yaxşı koordinatları ilə yaşamırsan. Sanki bütün qiymətləndirmə sistemlərindən çıxırsan. Artıq özünü və başqalarını o xətt üzrə ölçmürsən, müqayisə etmirsən, mühakimə etmirsən, sadəcə görürsən insanları, amma qiymətləndirmirsən. Buna görə də bu mərhələdə biz kölgə ilə çox işləyirik. Çünki özünə məxsusluğunu qəbul etmək üçün gərək əvvəlcə özündə və başqalarında qınadığın, rədd etdiyin tərəfləri görüb qəbul edəsən. Və elə burada başlayır əsas seyir. Əvvəl səni əsəbləşdirən, qıcıqlandıran şeylər birdən hörmət və hətta simpatiya doğurur. Məsələn, əvvəllər təbiəti yüngül insanlar səni qıcıqlandırırdılarsa, indi başa düşürsən ki, onların içində azadlıq var. Sən isə ona özünə qadağa qoyurdun. Paxuist, boş verənlər səni qıcıqlandırırdı. İndi hiss edirsən ki, onların içində yüngüllük, rahatlıq var ki, sənə çatmırdı. Artıq sən həyatın müəyyən hissələrini kəsmirsən. Ayıb, utanc verici hesab etdiyin hissləri özündən ayırmırsan. Və elə bu an biraz qorxursan, çünki yeni vibrasiya, yeni vəziyyətə girirsən, köhnə mən dağıldı, yeni mən isə hələ də olur. Bir daha təkrarlayıram, buna kvant sıçrayışı deyilir, həmişə qorxu vasitəsilə baş verir, daxili titrəmə ilə, çünki ruh ilk dəfə həqiqi azadlığı hiss edir. Kölgəni qəbul etmək, özünə məxsusluğu qəbul etməkdir. Sən kölgəni, yəni özünün gizli tərəflərini, görmək istəmədiyin hisslərini qəbul etdikcə özünə məxsus olmağa başlayırsan. Artıq kardon versiya deyil, həqiqi mən ortaya çıxır. Sən özünü tam görürsən, bir brilyant kimi, çox üzlü, çox parlaq, çox cəhətli. Və o anda sən özünə fərqli olmağa icazə verirsən. Eyni zamanda başqalarına da onlar kimi olmağa icazə verirsən. Bizim işimiz utanma hissini qırmaqdır. Bizim işimiz utanmanı qırmaqdır. Özünə sual ver. Məni burada nə saxlayır? Bu bəzən utanc, bəzən qorxu, bəzən ağrı, bəzən də arzu olur. Bu kölgələr çoxdur. Hərəsi fərqlidir və bu tanışlıq prosesi doğrudan da möhtəşəm bir səyahətdir. Daxildəki predaxranitil, necə deyək? Təmzimləyici. Hər birimizdə bu predaxranitil var. O səni tam ifadə etməyə qoymur. O qorxu və etirazın kəsişdiyi yerdə dayanır. Diqqət yetirək. Qorxu və etirazın kəsişdiyi yerdə dayanır. Bu nə ola bilər? Tanınmaq, sevilmək, qəbul olunmaq istəyi. Amma eyni zamanda utanmaq, qorxmaq, rədd edilməkdən çəkinmək. Bu iki hissin toqquşmasıdır. Bir tərəfdə qorxu, rədd edilmək, tərk olunmaq, lağa qoyulmaq, görünməkdən qorxmaq. O biri tərəfdə ehtiraz, çox istəmək, sevilmək, görünmək, fərqli olmaq, qəbul edilmək. Və bax, bu iki qüvvə arasında predaxranitil, təmzimləyici dayanır səni saxlamaq üçün. Çox vaxt insanlar deyir ki, sosiofoblar deyir ki, məni insanlar qorxudur. Amma ki, çox güman ki, o sosiofob ekstravertdir. Özdə deyərdim ki, ekstravertin ekstraverti. Amma psixikası zamanında hansısa bir travma yaşayıbdır. Və yaxud da psixika özünü qorumaq üçün nəyisə gizlədir. Bəziləri deyir ki, mənə insanlar lazım deyil. Amma içində dərin bir ünsiyyət acılığı var həmin insanın. O, baxırıq, müşahidə edirik ki, ən sakit, sıxılmış, özünə qapanmış, boz siçan deyirik də biz belə bir tip insanlara. Əslində parlaq ulduzlar da həmin insanlar. Sadəcə onların parlaqlığı travma nəticəsində müvəqqəti sönüb. Nəticə, deməli belədir. Öz kölgəmizi tanımaq, bərabərdir öz unikallığımızı qəbul etməyə.
Utanmanı qırmaq, bərabərdə hazırlaşmağa. Predaxranitili hiss etmək, bərabərdə qorxular və istəklərin kəsişdiyi yeri görmək. Elə bu nöqtədə azadlıq başlayır. Dəfələrcə təkrarlayıram. Çünki bu mövzu asan bir mövzu deyil. Yəni deyirəm, kölgəni qəbul etmək özünə məxsusluğu qəbul etməkdir. Sən özünün qaranlıq tərəflərini, görmək istəmədiyin hisslərini qəbul etdikcə öz bütövlüyünü qəbul edirsən. Bu səni unikal edir. Sən artıq karton versiyada çıxırsan. Karton versiya deyilsən. Özünün həqiqi halına doğru irəliləyirsən və içindəki bütöv mənzərəni görürsən. Mən çox üzlü bir brilyantam deyirsən. Burada sən özünə fərqli olmağa, çox cəhətli olmağa icazə verirsən və eyni zamanda başqalarına da onlar kimi olmağa icazə verməyə başlayırsan. İkinci nə edirik? İkinci utanmanı qırırıq. Buradakı əsas məqsəd utanmanı qırmaqdır. Əvvəlcə sənin nə saxladığını anlamaq lazımdır. Bu utanc ola bilər, bəzən qorxu, ağrı, bəzən də tanınmamış bir istək və etiraz. Üçüncüsü, qorxu və etirazın sərhədindəki yerləşən o predaxranitil. Bu mərhələdə içində bir növ predaxranitil var. O sənin özünü tam qəbul etməyinə mane olur. Bu nə ola bilər? Tanınmaq, sevilmək, fərqli olmaq istəyi və ya qorxu, ağrı xüsusilə şişirdilmiş formada. Yəni sanki onlardan qaçırsan. Nümunə 1. Rədd edilmək qorxusu. Sən özünü insanlardan qorxan, sosialfob hesab edə bilərsən. Özünü sosialfob hesab edə bilərsən. Mənə heç kim lazım deyil, tək-tək yaşayam deyə bilərsən. Amma əslində bu çox vaxt ekstravert bir insanın qoruma mexanizmidir. Daxildə çox ünsiyyət sevər bir ruh var, sadəcə o travma səbəbindən gizlənib. İkinci nümunə, sakit, sıxılmış, özünə qapanmış insanlar. Bu siçan kimi görünənlər əslində parlaq ulduzlardır. Sadəcə onların parlaqlığı psixikanın qorunma reaksiyası ilə bir müddət gizlədilib. Dördüncü, predaxranitilin mahiyyəti o qorxu ilə etirazın kəsişdiyi nöqtədə yerləşir. Qorxu nədir? Rədd edilmək, qəbul olunmamaq, tərk edilmək, incimək, görünməkdən qorxmaq. Etiraz nədir? Sevilmək, qəbul olunmaq, görünmək, uğurlu olmaq arzusu. Və baxın, bu iki hissin toqquşduğu yerdə bizim predaxranitil dayanır. Da ki, sən həm qorxunu, həm də istəyini eyni anda qəbul edənə qədər. Nəticə, kölgəni qəbul etmək, özünə məxsusluğu qəbul etməkdir. Özünə məxsusluğu qəbul etmək, özünə fərqli olmağa icazə verməkdir. Utancı və predaxranitili tanımaq, qorxularını və istəklərini dərk etməkdir. Ancaq bundan sonra həqiqətən bütöv olmağa və daxili blokları açmağa başlayırsan. Bütün bu saxlayıcılar, yəni bizim içimizdəki qoruyucu mexanizmlər, predaxranitillər dediyim, onların hamısı arzu, etiraz üzərində qurulub. Bu saxlayıcılar, qoruyucu mexanizmlər həm də iradə və qorxu üzərində qurula bilər. Və elə burada arzu ilə qorxunun kəsişməsində cavab gizlənilib. Görünmək arzusu, fərqli, unikal olmaq arzusu. Hiss edirik də bunu, düzdür? Möhtəşəm. İndi sual, bu saxlayıcı, bu predaxranitil necə açılacaq? Nə kömək edəcək ki, onu qırıb keçəsən? Necə qıraq onu? Hansı his, hansı vəziyyət, hansı duyğu səni buna aparacaq? Hansı his, hansı vəziyyət, hansı duyğu bunu sındıracaq? Düşünün sizin uğursuz tərəfiniz haqqında. Düşünün bu predaxranitil saxlayıcıların haqqında. Düşünün hansı duyğu ilə onu qırıb daha güclü addım ata bilərsiniz. İndi bir vacib məqam, çətin tapmacanın cavabı həmişə qəribə olur. İlk baxışda çətindir, amma sən onu başa düşdükcə hiss etməyə başlayanda o təbii sadə görünür. Puzzle kimi bir an parçalar uyğun gəlmir, sonra tak hamısı yerinə düşür. Bəzən belə olur ki, dünən bir şeyi rədd edirdim, danırdım, qəbul etmirdim. Hoşuma gəlmirdi, amma 2 gün sonra artıq heç nəyi rədd etmirəm. Tam razıyam hər şeydən. Ona görə rahat olun. Yeni özünüzü qəbul etməyə qarşı müqavimət göstərməyin. Nə qədər rahat olsanız, o qədər yaxşı nəticə alacaqsınız. Nə qədər işdən hiss etsəniz, nəticə o qədər də güclü olacaq. Bizim həyatımız canlıdır. O bizimlə danışır, həqiqətən danışır. Bəzən bunu başqaları vasitəsilə göstərir, bəzən seçimlərimizlə danışır. Bəzən hadisələr şəklində danışır, vəziyyətlər vasitəsilə. Həmişə 1-2 dəqiq fikir verir, bizi yönləndirir. Aksent edin, diqqət yetirin o şeylərə ki, hansını ki görmək istəmirsiniz. Diqqət yetirin o şeylərə ki, hansılarla ki mübarizə aparırsınız. Çıxın bu çərçivələrdən, özünüz haqqında olan çərçivələrdən, həyat haqqında, dünya haqqında, imkanlar haqqında çərçivələrdən çıxın. Yalnız bu yolla yeni reputasiya, yeni özün haqqında təsəvvür qura bilərsən. Və ən önəmli şey, təsəvvür faktlardan daha önəmlidir. Bəli, faktlar bir şey deyil. Amma əgər sən özünü fərqli görməyə başlasan,
Anındaca həyat dərhal buna uyğunlaşır. Sadəcə təcrübə göstərir ki, təsəvvür faktlardan güclü işləyir və həyatımızda daha əhəmiyyətlidir. Bütün bu saxlayıcılar, predoxranitellər, yəni içimizdəki qoruyucu mexanizmlər heç də boş yerə yaranmayıb. Hər birimizin içində bir arzu, etiraz gizlənib. Onu biz bir vaxtlar özümüzdən kəsmişik, qəbul etməmişik, bastırmışıq. Biz özümüzə icazə verməmişik bunu hiss etməyə və indi müdafiə olunuruq. Başqalarına deyirik ki, yox, mən buna ehtiyacım yoxdur, yox, nə danışırsan, mən bunu istəmirəm, yox, bu mənim arzum deyil. Fanatik şəkildə bunu təbliğ edirsən, fanatik şəkildə bunu cəmiyyətə, insanlara inandırmağa çalışırsan. Amma həqiqət budur ki, tam da həmin rədd etmənin, danmağın arxasında güc gizlənib. Və Damaşni Zadanyev tapşırığı belə olacaq ki, o saxlayıcını necə, nə vəziyyətlə, nə duyğuyla, nə hisslə onu əridə bilərik. Hansı addım sənin üçün güclü, qərarlı və həqiqi olacaq? Yumşaq yox, ehtiyatlı yox, məhz həqiqi. Ki bunu, bu predoxranitelini qırıb, sındıraq, əridə bilək. Hiss et, hansı vəziyyətlə onları qırıb keçə bilərsən. Başa düşməyincən çətin görünə bilər. Amma sonra hər şey təbii sayda olur. Puzzle kimi. Uzun müddət parçalar yerinə oturmur, birdən isə mükəmməl uyğunlaşır. Dünən nəyisə rədd edirdin, bəzən belə olur. Dünən nəyisə rədd edirdin, mübahisə edirdin, amma 2 gün sonra sakitcə qəbul edirsən. Sanki həmişə bilirdin, sadəcə özünə icazə vermirdin görməyə. Və həmişə bir ipucu var. Adətən 1-2 dəqiq fikir bütün vəziyyəti aydınlaşdırır. Diqqət yetirəcəksən bundan sonra görmək istəmədiyin şeylərə. Baxacaqsan, harada daxili mübarizə aparırsan. Çünki məhz burada çıxış var. Çıxış yolu ancaq köhnə mənin sərhədindədir, köhnə təsəvvürün sərhədindən kənardadır. Yalnız bu sərhədləri aşanda sən yeni reputasiya qura bilərsən, özün haqqında yeni təsəvvür formalaşdıra bilərsən, həyat və imkanların haqqında yeni baxış əldə edə bilərsən. Başqa cür heç cür. Və əsas mesaj. Özünü necə görmək faktlardan daha önəmlidir. Bəli, faktlar bir şey deyə bilər. Amma sən özünü fərqli görməyə başlayanda həyat dərhal bu yeni baxışa uyğunlaşır.